Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, bazı insanlar vardır ki, onlara hayat zor gələndə, yaşamağa gücü yetməyəndə və yaxud da ki, yaşadığı bir sıxıntı, bu sıxıntıdan çıxa bilməyəcəyini düşündüyü vaxtı, insanların bəziləri özünə bəddua edir. Allah məni öldürsün kimi, Allah səni öldürsün kimi ola bilər, övladına deyirsən. Və yaxud da ki, ola bilsin ki, öz malına, mülkünə, bu evi məhv olsun və yaxud da ki, bu miniyi məhv olsun kimi, indi mən burada məhv olsun kimi deyirəm, indi hər kəs ağzının vərdişi nəyədirsə, bir xəyalına gətirsin. Haçansa öz malına mı, evinə mi, övladına mı, canına mı belə bir bəddua edibmi? Bu inandırıcıdır ki, çox insanlarda bu vərdişdir. Hətta bəzi insanlarda bu o qədər psixoloji olaraq özünü buna vərdiş elətdirib ki, o qədər aludə olub ki buna, çox vaxtı heç hiss etmədən bədduaları edir. Dəyərli insanlar, unutmayın, sənin ağzından çıxan hər bir kəlimə qeydə alınır və Allahın huzuruna qoyulur. Ki Allah Subhanahu taala Qur'an-ı Kərimdə də siz nəyi ağzınızdan çıxardırsınızsa, onlar şahidlər tərəfindən qeydə alınır demişdi. Deməli, sən haçansa özün də ürəkdən olmayan, yəni ürəkdən gəlməyən bir söz olaraq hələ belə dedinsə ki, ah səni məhv olasan, sən bilginən ki, bu duadır. Sən dua etdin. Buna deyirlər bəddua, pis dua. Bir də var, xeyir dua. Səni yaşayasan, səni sağlam olasan kimi. Deməli, biz nə dualar ediriksə, o qeydə alınır. Ola bilər ki, sənin hiss etmədən, yəni hiss etmədən necə? Yəni, düşünməmişdin ki, bu həyata keçər. Sanki belə düşünürdün, qəzəbliyəm, mən əsəbi olanda belə deyirəm. Bəli, Rəbbimiz bizim ağlımızda deyil. O, bizim istəmədən etdiyimiz bu duaya görə əlbət ki, bizi cəzalandırmaz. Amma əgər bu sənin vərdişindirsə, bir dəfə dedin, 2 dəfə dedin, 3 dəfə dedin, sən bilginən ki, bir gün sənin bu sözün həyata keçəcək və burnun yerə sürtünərkən bu fəlakətin dəhşətindən Allah sənə bunu xatırladacaq. Bəlkə bu duanı sən etməmişdin. Nə qədər valideyn vardır ki, övladına bəddua edir, illər keçdikdən sonra övladı bir şeylər yaşayanda Allaha yalvarır ki, Allahım, niyə mənim övladım? Niyə? Bax, Allah bizim bu qədər etdiyimiz belə yaramaz işlərimizi qabağımıza çıxardanda ki, ey cahil, bu sənin öz duan deyildimi? Bunu sənin önünə çıxardanda, bax, onda xəcalətindən nə edəcəyini bilməyəcəksən. Ona görə dəyərli insan, qəzəblənmisənsə, hırslısansa, hırsını başqa formada sakitləşdir. Zikirlə sakitləşdir, mövzunu tərk etməklə sakitləşdir, bəddua ilə deyil. Sən unutma, sən müsəlmansansa, sənin ağzından çıxan hər söz Allah üçün keçərlidir. Bir dəfə, 5 dəfə deyərsən, ola bilər ki, Rəbbim buna həyata keçirsin. Və kimsə elə düşünməsin, Allah görmür, mən bunu bu mənada demirəm. Allah onu da görür ki, sənə gözəl deyiləcək nə qədər sözü öyrədib. Niyə onu demirsən ki?
övladın səni qəzəbləndirir. Niyə demirsən ki, Allah səni hidayət etsin? Övladım, Allah sənə bunu inandırsın ki, sən necə valideynini incidirsən. Allah sənə bunu inandırsın. Niyə bu cürə demirsən ki? Niyə deyirsən ki, Allah səni məhv etsin? Səni görüm, sən də belə yaşayasan. Mənim yaşadıqlarımı sən də yaşayasan. Və sonra övladın gəlib sənə öz övladından şikayət edəndə və yaxud da ki, övladın sənə gəlib öz dərdini danışanda, Allaha əllərini açıb da Allahım, niyə mənim övladım deyəndə utanmırsan? Sənin öz sözünün nəticəsidir. Dəyərli insanlar, unutmayın, biz insanıq. Hətta Peyğəmbər olsaq belə, kimsə Peyğəmbər olsa belə, onun da bu məsələdə xətaları ola bilir. Necə ki, Qur'an-ı Kərimdə bizə ibrətli ayələrdən biri də Yusif əleyhissalamın Yusif surəsi 33-cü ayədə keçən duasıdır. Yusif əleyhissalama Züleyxa tərəfindən böhtan atılanda və Yusif əleyhissalam bu məsələ barəsində artıq müzakirə olunur, bunun işini nə edək? Yusif əleyhissalam belə dedi: Allahım, belə həyatdansa zindan bundan yaxşıdır, dedi. Duası həyata keçdi. Allah Yusif əleyhissalamı illərlə zindanda Allahım məni buradan çıxardacaq qədər duaları ilə yalvartdırdı. Baxın, Peyğəmbər olmasına rağmen bu gəldi dilinə. Belə həyatdansa zindan yaxşıdır. Ola bilərdik, əstəğfirullah, yəni Peyğəmbərə öyrətmək kimi yox, amma biz təcrübə götürürük də bundan. Yəni, ola bilərdi ki, o orada desin ki, Allahım, məni bu böhtandan xilas et. Allahım, mənim üzümü ağ et. Allahım, məni rüsva etmə. Yəni, bunu da deyə bilərdi. Amma o birini dedi. Bizə burada oturub Yusif əleyhissalamı o niyə belə dedi, bu necə Peyğəmbər deməkdən, bu qədər nadan, cahil olmaqdansa, bizə burada ibrət vardır ki, bir Peyğəmbər belə dua etdi, özü də həmən ayənin ardıyca, 33-cü ayə idi sizə dediyim, 34-cü ayədə Allah deyir, biz də onun duasını həyata keçirdik. Bəli, yəni istədin sənə bu verildi. İstəyərdin başqa formada xilas, sənə onu verərdik. Və yaxud da ki, Allahın öhdəsinə qoy. Allahım öz elmin ilə məni bu vəziyyətdən çıxart. Dəyərli insanlar, biz ağlı başında olan hər bir insan üçün həyat bugün acımasızdır. Dəhşətlər içindədir. Həqiqətən, dünya nə qədər gözəl görünsə də, mənzərəsi, həyatı, əgər əlində fürsətlər olsa, çox gözəl bir həyat yaşamaq mümkündür desək də, dünya acılar içindədir. Müharibələr, xəyanətlər, nifrətlər, ən yaxınlarının xəyanəti, yəni bütün bunlar dünyanın acımasız bir yer olduğunu göstərir. Belə bir acımasız dünyanın içində, əgər biz dilimizi kontrol etməriksə, inanın ki, qısa müddətdən sonra dua adlı bir şey dilimizə gəlməz. Heybət dua edərik. Başqalarına da, özümüzə də, mülkümüzə də. Ona görə dilimizi gözəl sözlərə alışdıraq. Baxın, İbrahim əleyhissalam, o həqiqətən də bəşəriyyətin atasıdır. Nə gözəl insandır o. O, Allaha dua edərkən, Allaha dua edir ki, baxın, yaşadığı ölkəyə, yaşadığı şəhərə, baxın, bizim də üzərimizdə bu borcdur. Biz bir ölkədə yaşayırıq. Hey, bu ölkənin nöqsanlarından danışırıq. Hey, bu ölkənin başqa ölkələrin qarşısında aciz olduğundan danışırıq. Halbuki biz yaşadığımız bu ölkə üçün dualar etməliyik. İbrahim əleyhissalam Məkkə şəhəri üçün dedi, Allahım, bu Məkkəni və bunun əhlini daima ruzulandır, daima gözəl əminamanlıq içində yaşat. Bax, İbrahim əleyhissalamın bu duası Bakara surəsi 126-cı ayədə keçir. Allah deydi, ey İbrahim, biz sənin duanı qəbul etdik. Onların içində nə qədər ki salihlər olacaq, biz onlara sənin duanı həyata keçirdərək, yəni ruzusunu verəcəyik.
Baxın, bir qrup insan hələ də bunu düşünür. Həccə gedənlərin pulu ilə yaşayırlar. Belə filan yollarla dolunur. Qoyunların pulu ilə dolanırlar. Nə bilim, ərəbləri biz zəngin eləmişik. Həccə gedən adam, bu cür dar düşüncəli insan elə düşünür. Dünya çapında milyardları olan insanlar üçün fikirləşir, bunun qoyun pulunun nəticəsidir. Mömin isə belə fikirləşir. İbrahim əleyhissalamın duasının nəticəsidir. İbrahim əleyhissalamın Səudiyyə Ərəbistanından qat-qat zəngin olan Venezuelanın həyatına baxın. Qat-qat ondan zəngin nefti vardır. Ondan güclü nefti vardır İranın. Baxın həyatına. Zəngindir. Əminamanlıq içindədirlər. Heç biri əminamanlıq içində deyirlər. 100 il bundan qabaq da belə deyilidilər. Elə 200 il bundan qabaq da belə deyilidilər. Amma Ərəbistana baxın. İbrahim əleyhissalamın duasıdır. Ora Allah daima bərəkət yağdırır. Xalqını da əmin amanlıq içində saxlayır. Dəyərli insanlar, biz də dua edək. Yaxşı bir şeylər arzulayaq. İşin düz gətirmir, bu ölkəni batsın, bu dünyanın məhv olsun, düzəlməyəcək demə. Zaten sənin sözünlə bu məhv olmayacaq. Amma gözəl bir şeylər arzula. Bəlkə də sənin duan ilə gözəl bir həyat Allah bəxş etdi sənin xalqına. Yəni, yaşadığın yer üçün əmin amanlıq arzula. Övladların üçün əmin amanlıq arzula. Dostların üçün də belə, hətta xalqın üçün də belə əmin amanlıq arzula. Sən bilginən ki, sənin ətrafında nə qədər əmin amanlıq olsa, o sənin həyatını gözəlləşdirəcək. Sənin də həyatın gözəl olacaq. Sən qəzəbləndin də ya mülkünə, ya övladına bir bəddua etdin. Səncə, sən hirsli idim dedin, duan həyata keçsə, əllərini açıb deyəcəksən, əlhəmdülillah. Əgər onu deyəcək qədər zavallı valideynsənsə, sənin başın batsın. Övladıva bədduan həyata keçib, sən sevinirsən, sən elə bilirsən ki, sənin duan həyata keçib, sən Allahın sevimli qulusan, yox. Sadəcə olaraq duan həyata keçib, həmən duana görə də cəza çəkəcəksən. Etdiyin bu cür duaya görə. Niyə mülkün sahibi Allahdan gözəlliklər almırsan ki? Qoy sənin ailən, sənin övladların, sənin mülkün sənə daha gözəl, daha zövq verici olsun ki, sənin də həyatın gözəl yaşansın. Yəni, baxdıqca sevinəsən, qürrələnəsən, ürəyin açılsın. Ona görə də hətta sənə qarşı cinayət eləsə belə övladın, sevdiyin, xalqın, hər kəs sənə qarşı günah etsə belə onun üçün dua elə. Çünki sənin duan həyata keçən günü sən sevinəcəksən. Sənin nifrət etdiyin adam, sənin dostun olan günü sən sevinəcəksən. Amma nifrət etdiyin adam cəza çəkən günü sən sevinə bilməzsən. Ey Allahın qulu, düşmənin olsa belə onun acımasız həyatına sevinə bilməzsən. Çünki sən necə onun acımasız həyatına sevinirsən ki, onun övladlarının bu işdə günahı yox idi. Onlar da bunun əzabını çəkir. Onun anasının, atasının bu işdə günahı yox idi. Onlar da bunun əzabını çəkir. Sən necə sevinirsən başqasının kədərinə? Necə insanıq biz? Ona görə dəyərli insanlar, bəddua etmə, xeyir dua et. İbrahim əleyhissalam, İbrahim surəsi 40-cı ayədə, Bakara surəsi 124-cü ayədə keçir. Öz övladları üçün dua edərək deyir, Allahım, Allah deyir, mən sənə imamlıq verdim. İbrahim əleyhissalama deyir. O deyir, Allahım, bunu mənim övladlarıma da ver. Gör övladları üçün nə arzulayır. Gör Allah ona nə verdi. İbrahim əleyhissalamın törəmələrindən neçə peyğəmbərlər çıxdı. İsmail kimi, İshak kimi, Yaqub kimi, Yusif kimi, Muhammed kimi peyğəmbərlər çıxdı. İbrahim əleyhissalamın törəmələridir bunlar. Yəni, yaxşı dua et ki, gözəl dünya yaşansın. Gözəl dünyada yaşanmasında sənin bir duavın qəbulu olmuş olarsa, sən bilginən ki, Allahın, onun mələklərinin və onun qullarının rəhməti, duası sənin üzərinə olar.
Ona görə bəddua etmə. İnsan bədduanı, daha doğrusu özü üçün pis bir şeyi hasan arzulaya bilər. Əvvələn Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Lə təmənnəvul məvtə fə innə havləl mətlə'i şədid və innə minəs-səadəti ən yətulul umrul abdi və yərzuquhullahul inabətə." Rəvahu Əhməd. İmam Əhmədin Həsən sənədi ilə rəvayət etdiyi bu hədisdə Allahın Resulü buyurur ki, həyatın sıxıntılarına görə kimsə özünə ölüm arzulamasın. Ki Allahım ölüm canım qurtarsın. Kimsə bunu deməsin. Və deyir, çünki bu bir dəhşətdir. Ölüm asandır, ölüm canım qurtarsın. Gül qoxudun, ürəyin getdi ki, ölümün dəhşəti var. Hələ onu yaşamaq var. Bundan sonra canım qurtardı nədir? İnsan öləndə canı qurtarır. İnsan cənnətə gedəndə canı qurtarır. Ölümdən sonra ölümün əzabı var və qəbrin əzabı var və qiyamət var, qiyamətdən sonra cəhənnəm var. Sən nə bilirsən ki, cənnət əhlisən? Belə ölümü arzulayırsan. Rasulullah deyir, əksinə, özünüzə saadət arzulayın. Üzr istəyirəm. Özünüzə uzun ömür arzulayın ki, çünki saadətdəndir ki, bir insanın uzun ömrü olsun və onun içində ona tövbə etməyə şans verilsin və Allah ona rızqlı bir ömür bəxş etsin. Yəni, sənin mömin kimi uzun yaşaman daha gözəldir bəddua edib də ölüm arzulamandan. Niyə demirsən ki, Allahım, mənə fürsət ver, günahlarımı bağışlatdırım, daha xeyirli işlər görüm, daha gözəl işlər görüm. Yəni, həyat sənin üçün bir fürsətdir günahlarının bağışlanmasına, daha xeyirli işlər görmənə fürsət verilmişdi. Niyə həyatın sonunu arzuluyursan? Sənin bundan sonra bir də həyatın olacaq ki, bir həyat vardır dünyada. Onu mən indi yaşayırıq. Ölümdən sonraki həyat deyil o. O başqa dünyadır. Başqa cür dünyadır. Onu yaşayırsan. Amma qaldı ki, ən gözəli nə? O cənnətdir ki, onu biz arzu edirik və onun həyata keçməsi üçün biz çaba göstərməliyik. Bəzi hallar vardır ki, insan özünə həmən vaxtı ölüm arzulaya bilər. Allah qorusun, heç kəs bu hala düşməsin. Onlardan biri, insan belə bir duruma gəlib ki, küfürlə ölüm arasında qalıb. Ya ölüm, ya da küfrə girməlidir. Belə olan adam deyə bilər ki, Allahım məni öldür, mən bunu yaşamayım. Mən bunu yaşamayım. Yəni, mənim buna gücüm çatmayacaq. Mən küfrə düşəcəyəm. Yəni, Allah qorusun, kimsə o vəziyyətə düşübsə, heç birimiz hələ o vəziyyətə düşməmişik. Bu ehtimalsın deyilir ki, yəni o vaxtı bunu demək olar. Heç birimiz düşməmişik bu qədər. İnsan var, onu biraz sıxırlar, dindən çıxır. Hizabdan çıxdı. Niyə? Məni işə götürmürdülər və yaxud da ki, mənə ağır gəlirdi. Nə bilim, mənə söz atırdılar, hicabdan çıxdı. Elə bilir ki, Allaha deyəcək ki, sənin qulların elədi, mən də hicabdan çıxdım. Allah da deyəcək, hə, daha mənim sənə sözüm yoxdur, yaxşı, sən xilas oldun. Xeyr. Sən o vəziyyətə düşməmişdin ki, buna bəraət qazanasan. Namazı tərk edib. Soruşanda alınmır, mənə lağ etdilər, biri belə dedi, biri elə dedi, mən də tərk etdim. Sən tərkibinə görə xilas olmayacaqsan. Hə, sənə biriləri bir sözlər deyibsə, o cəzasını çəkəcək. Sən necə cənnətə gedəcəksən namazı tərk etdiyinə görə? Cavab xeyr. Alovlarda yanacaqsan ki, sən buna məcbur deyildin ki. Deməli, Allah qorusun, insan buna məcbur qalsa, yəni ya həyat, üzr istəyirəm, ya ölüm, ya küfür. İkisindən birini seçməlisən, insan Allahım məni öldür deyə bilər. Və bəzən olub, peyğəmbərlərin həyatında da olub, Allahla görüşmə arzusu ilə deyib, Allahım, səninlə görüşmək üçün elə darıxmışam ki. Yəni, insan bu nə deməkdir? Bu ölüm deməkdir. Çünki Allah ilə görüş ölümdən keçir. Necə ki, bir gün ölüm mələyi
İbrahim əleyhissalamın canını almağa gələndə o xeyməsindən çölə şığırdı və əllərini açaraq dedi, ey mənim Rəbbim Allah, öldürürsənmi məni? Allah dedi, ey İbrahim, məgər mən sənə xəlilim demirəmmi? Yəni dostum. Dedi, bəli. Dedi, dost dostuna qovuşmaq istəməz. Dedi, mən onu necə arzuladığımı sən bilirsən ey Rəbbim. Dedi, ey İbrahim, əgər mənə qovuşmağı arzu edirsənsə, bu ölümdən keçir. İbrahim əleyhissalam bunu eşitər-eşitməz gözlərindən yaş axaraq dedi, Allahım, indi al canımı. Bax, yəni Allaha qovuşmaq arzusu üçün bu sözü demək olar. Yoxsa dünya sıxıntıları, dəyərli insanlar, biz bilirik, həqiqətən, yəni biz bundan xəbərsiz bir insan deyilik. Biz bilirik ki, bizi həyat bugün necə yorub. Amma biz yorulmamalıyıq, usanmamalıyıq, geri addım atmamalıyıq. Heç kəs şikayət etməsin həyatından, heç kəs şikayət etməsin sıxıntılarından. Sən bunu yalnız Allah ilə danış, insanlara danışma, bu sənə aşağılıq gətirir, bu sənə uğur gətirməyəcək. Sən Allah ilə danışa bilərsən, amma heç vaxt yoruldum sözünü demə. Biz bu sosial şəbəkələrdə çox görülür, insanlar elə bilginən ki, yoruldum deməsiyle, öz acizliyini göstərməsiyle özü kövrəlir, elə bilir ki, bunun qarşı tərəfi də kövrəlir. Qarşı tərəf kövrəlmir, bəlkə də intiqam alır səndən. Demə, dərdini danışma insanlara. Əgər yorulmusansa Allaha deyə bilərsən. Allah ilə danış, amma Allahdan ölüm arzulama. Biz bunu bilirik. Yəni, həyat nə qədər çətindir, yaşamaq nə qədər çətin olub, halal yaşamaq, namuslu yaşamaq, nə qədər çətin, bəlkə də get-gedə mümkünsüzlüyə doğru gedir. Amma ki, hər zaman mümkün olacaqdır. Çünki hər zamanın möminləri vardır. Siz unutmayın, Allahın sevdiyi qullar yer üzündə qalmasa, bu yerin yaşamağa heç bir haqqı yoxdur. Allah bunu məhv edər. Deməli, hələ Allahın sevdiyi, dəyər verdiyi insanlar yer üzündə yaşayır. Və sən də onlardan birisən. Dəyərini bil. Usanma, daima həyat dolu ol və unutma ki, yaşadıqca sənin şansın var ki, həmən sıxıntını gidərəsən, yox edəsən, qaldırasan. Allah hünər versin, Allah güc versin və heç kəs özünə bəddua etməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.